Mühafizə işi var yoldaşlar. Misal üçün bankda da mühafizə işi var. Mən sizə təkcə bankdakı olan mühafizə işindən bəhs etmək istəmirəm. Digər mühafizə işlərindən də Allah qoysa bəhs eləyəcəm. Misal üçün texniki və fiziki təhlükəsizlik şöbəsində operator işi var. Orada təhsiliniz olmalıdır, ofis proqramlarını bilməlisiniz, minimum 2 illik iş təcrübəniz olmalıdır, sürücülük vəsiqənizdən olmalıdır, ən azı heç olmasa 5 illik. Belə bir variantdır. Nə iş görürsünüz? Bankın təşkil etdiyi tədbirlərin texniki və fiziki təhlükəsizliyini təmin edirsiniz. Bundan əlavə bankın inzibati binalarının texniki mühafizə, siqnal-səsə, video müşahidə, giriş nəzarət sistemlərinin işinə nəzarət edirsiniz. Bu tipli bir işdir, bankdadır bu. Bundan əlavə oteldə də iş var yoldaşlar, təhlükəsizlik işçisinə ehtiyac var. Bu hansı oteldədir? Bu Holiday Inn otelindədir. 24-38 yaşlı olmalısınız, 175 sm boyunuz olmalıdır. Belə bir variantdır yoldaşlar. Bundan əlavə digər daha doğrusu təhlükəsizlik işlər də var. Misal üçün təhlükəsizlik işi 700 manatlıq variantı da var. LLC şirkətində 20-40 yaşlı şəxslər üçündür. 1 illik iş təcrübəsi tələb edir. Buna və gözətçi mühafizə variantı da var. Çinarlı Park MTK-da olmalıdır bu. Bir dəqiqə mən sizin üçün dəqiqləşdirim. Bəli, bu oradadır. Çinarlı Park yaşayış kompleksindədir. 30-50 yaşlı şəxslər üçündür yoldaşlar. Orta təhsilli olmalısınız, 600 manat net əmək haqqı verir. Buna və xanımlar üçün də var mühafizəçi işi 500 manatlıq. 2 dənə variantı var bunun. Xanımlar üçün olan ümumiyyətlə 2 dənə variant var. Biri West Hospitaldadır, digəri isə haradadır? Bu isə çap şirkətindədir yoldaşlar. 25-40 yaşlı variant istəyir çap şirkətindəki. Amma digər variantı isə West Hospitaldakı isə nə qədər tələb edir yaşı? Bir dəqiqə. Bunun yaş həddi yoxdur yoldaşlar, qeyd etməyiblər. 450-500 manatlıq bir variantdır əmək haqqısı. Kamera nəzarətçisi işi var yoldaşlar Azzada. Bu Azzadakı kamera nəzarətçisi işinin baxaq, kişilər üçündür bu yoldaşlar. Xanımlar üçün deyil. Xanımlar üçün olan 2 dənə o variant idi, mən sizə bildirdim. Mühafizəçi işi marketdə də var. 560 manatlıq növbəli iş qrafikinə malikdir. 2 gün gündüz, 2 gün gecə, 2 gün istirahətdir. Gözətçi işi başqa versiyalarda var. 500 manatlıq. Facebook'da, ondan sonra Asprotein'də, sonra Foton'da var təhlükəsizlik əməkdaşı, Promedia'da da var. Növbətçi iş var Caspian Plaza'da, ağır şirkətlər qrupunda, amma çox zəif əmək haqqı verir, 450 manatdır. Sonra nəzarətçi işi var gündüz növbəsi üçün, 25-45 yaşlı şəxslər üçün 500 manatdır. Bu və digər işlərlə tanış olmaq istəyirsinizsə və yaxud da bu işlərə müraciət etməkdə dəstək istəyirsinizsə, bir sözlə İş tapmanıza çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsə kanala daxil olun, Toğrul Əzizalı kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.